Ağdam Su Meliorasiyası Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində 38.645 hektar kənd təsərrüfatı bitkilərinin suvarılması ilə yanaşı 103.000 nəfər sakinin içməli və kommunal məişət suyuna xidmət edir. Bu işlərin həyata keçirilməsi üçün idarənin balansında 1143 subartizan quyusu, 6 nasos stansiya, 11 kəhriz, 4 yığıcı göl, 365 kilometr suvarma kanalları, 61,7 kilometr dren kollektor şəbəkəsi, 186 hidrotexniki qurğu var. Rayonun əkin sahələrinin suvarılmasında subartizan quyuları və nasos stansiyaları vasitəsilə çıxarılmış sudan istifadə edərək 192 min hektar kənd təsərrüfatı bitkiləri orta hesabla 4,9 dəfə suvarılıb. Su azalmışdı, suvarmada istifadədə çətinlik çəkirdik. Bu günləri yeni quyunun qazılması nəticəsində 180 metr qazılmışdır ki, artıq 120 kub saatda suyun verilmə ehtimalı vardır ki, suvarmada normalara uyğun istifadə ediləcəkdir. Heç bir çətinliyimiz yoxdur. 2025-ci ildə 2145 hektar ərazidə arat, 464 səp suvarma aparılıb. Ümumilikdə 2609 hektar pambıq sahəsi əkilib və 3,5 dəfə suvarılıb. 11515 hektar dənli bitkilər 2,1 dəfə, 14956 hektar yem bitkiləri 4,1 dəfə, 98 hektar şəkər çuğunduru 5 dəfə, 967 hektar çoxillik bitkilər bağlar 2 dəfə, 56 hektar qarğıdalı 5 dəfə, 3786 hektar həyətyanı 3,3 dəfə, 4658 hektar dirlik bostanı isə 8 dəfə suvarılıb. Hazırda 2026-cı ilin məhsulu üçün pambıq sahələrində arat işlərinə başlanılıb. Növbəli əkinlərimiz gedir, taxıl əkirik, arpa əkirik, yonca əkirik. Bax, indi bu da mənim sahəmdir, arat eləyirik. Yəni, bunun hamısı da birbaşa gedir, bağlanır suya, suda da problemimiz yoxdur. Əkirik, becəririk. Keçən ləymişik, məhsulu bol götürmüşük, bir də Allah'a şükür suyumuz da boldur. Bax, görün, arasında arat gedir, bu da bir sahələrdə hazırlıq görülür yaza, səpinə qarşı. İnşallah yaxşı gələndə yaxşı məhsul götürərik Allah'ın köməliyi ilə. Ağdam rayonu ərazisində məcburi köçkünlərin yaşadığı 18 qəsəbədə 6784 abonent içməli və məişət suyu ilə təmin edilir ki, su anbarları və iri həcmli çənlər vasitəsilə şəbəkələrlə abonentlərə çatdırılır. 1143 ədəd subartizan quyulardan 452 ədəd içməli su və həyətyanı sahələrin suvarılmasına, 691 ədəd isə əkin sahələrinin suvarılmasına xidmət edir. Əvvəllər şəbəkə dəmir boru ilə çəkilmiş, istismar müddətini keçmiş, çürümüş, müəyyən sızmalar və çətinliklər vardır ki, hal-hazırda gördüyünüz kimi polietilin boru ilə həmən şəbəkə yenilənir. Deməli, həmin şəbəkələrdə də sayğaclar qoyulacaq ki, insanlar həm mütəmadi olaraq su ilə təmin ediləcəkdir və həm də su itkisinin qarşısı alınacaqdır. Qeyd edək ki, ötən il ərzində ümumilikdə suvarma kanallarında 320 min kubmetr, dren kollektor şəbəkəsində isə 170 min kubmetr lildən təmizləmə işləri görülüb. 2025-ci ildə idarənin balansında 23 ədəd subartizan quyusunda əsaslı təmir işləri, 950 ədəd subartizan quyusunda isə cari təmir işləri həyata keçirilib. Görülən meliorativ tədbirlər nəticəsində əkin sahələrində bol məhsul əldə edilib.